Kələm turşusu. Sağlamlığın təbii sirri. Payız fəsli torpağın nəfəsini hiss etdiyimiz ən dərin zamandır. Hava sərinləməyə başlayanda mətbəxdə bir başqa canlanma olur. Elə bil təbiət bizə pıçıldayır. İndi təbiətin verdiyini qoruyub saxlamağın vaxtıdır. Bugün biz ən qədim üsullardan birini, kələm turşusunun hazırlanmasını izləyirik. Sadə görünür, amma hər mərhələsinin arxasında həm elm, həm də 1000 illik təcrübə dayanır. Masada tərtəzə kələmləri incə-incə rəndələməyə başlayırıq. Kələmin yarpaqları parıldayır, sanki torpaq hələ də onların nəfəsini saxlayır. Kələmi tamamlamaq üçün iri dənəli turşu dolusu da mütləqdir. Bu ikisi təbiətin ən sadə, amma ən güclü cütlüyüdür. Kələmi yavaş-yavaş rəndələdikcə incə zolaqlarla doğranan kələmlər sanki payız yarpaqları kimi ehmalca masaya düşür. Doğrama zamanı bıçağın səsi biraz ritmik, biraz da aramla hırçıldayır. Sanki mətbəx özü nəfəs alır. Doğramış kələm dərin bir qaba yığılır. Üzərinə iri dənəli duz səpilir. Əl ilə kələmlər yoğrulur, əllif sıxılır, qarışdırılır. Bu zaman incə rəndələnmiş kökü də qatmaq ləzzətin tamamlayıcısı olur. Kələm getdikcə yumuşalır, duz isə onun tərkibinə suyu çəkir. Bu sadə bir mexaniki proses deyil. Əslində burada tam bir möcüzə baş verir. Artıq fermentasiya başlayır. Fermentasiya, yəni canlı bakteriyaların işə düşməsidir. Düzgün miqdarda duz bir çox zərərli bakteriyaları öldürdüyü kimi faydalı bakteriyaları da inkişaf etməsi üçün zəmin yaradır. Onlar kələmdəki şəkərləri parçalayır, laktik turşu yaradır və kələmi qoruyur. Məhz bu zaman yaranan turşu mühitə görə zərərli bakteriyalar qətiyyən yaşaya bilmir. Ən maraqlısı odur ki, bu prosesdə yaranan faydalı bakteriyalar, yəni probiotiklər bizim bağırsaqlarımız üçün möcüzəvi dərəcədə faydalıdır. Onlar həzmi yaxşılaşdırır, immuniteti gücləndirir və bədəni zərərli maddələrdən təmizləyir. Mütəmadi olaraq kələmi taxta qaşıqla da üstündən basırıq. Kələm tədricə öz suyunu buraxmağa başlayır. Əvvəlcə az, sonra getdikcə daha çox. Duz və kələm birlikdə öz təbii suyunu yaradır. Bu su gələcəkdə fermentasiyanın əsas mühiti olacaq. Heç bir əlavə suya ehtiyac yoxdur. Bu ən təbii, ən orqanik üsuldur. Bir neçə saat gözləmək lazımdır. Bu müddətdə kələm turşusunda artıq fəaliyyət başlayıb. Necə ki, təbiət çox səssiz işləyir, amma hər saniyə mikrosəviyyədə həyat qaynayır. Sonra sevgi ilə hazırlanmış bu qarışıq kələm kök diqqətlə bankalara doldurulur. Yığdıqca sıxlaşdırılır ki, içəridə boş yer və hava qalmasın. Çünki hava fermentasiyanın düşmənidir. Arada 1-2 dənə yer kökü dilimi, bir diş sarımsaq əlavə oluna bilər. Hər kəs öz zövqünə görə. Amma bu turşuda əsas qəhrəman yenə də kələmdir. Bu an bankaların içində həyat başlayır. Artıq görünməz orqanizmlər, lactobacillus və digər faydalı bakteriyalar şəkərləri parçalamağa başlayır. Onların işi nəticəsində yaranan laktik turşu kələmin dadını dəyişir, qoxusunu kəskinləşdirir, rəngini şəffaflaşdırır. Bütün bu kimyəvi proseslər sanki kiçik bir laboratoriyada baş verir. Amma bu laboratoriya sizin mətbəxinizin içindədir. Bankalar mətbəxə uyğun sabit temperaturda olan bir yerə yerləşdirilir. Ən ideal şərait 18-22 dərəcə arasındadır. Çox isti olarsa turşu tez olar, amma bəzən dadını itirər. Çox soyuq olarsa proses yavaşlayar. Ona görə də orta təbii mətbəx istiliyi fermentasiyanın ən ideal balansıdır. Bir neçə gün keçir, ilk 2 gündə bankanın içində kiçik qabarcıqlar görünür. Bu təbiətin nəfəsidir. Hər şey qaydasındadır. Artıq turşu canlıdır. Üstündən basaraq hava qabarcıqlarının çıxmasını təmin edə bilərsiniz. 3-cü gündən etibarən laktik turşu səviyyəsi artır, bakteriyalar çoxalır, hər yarpaqda faydalı mikroflora yaranır. Təxminən 5-7 gün sonra kələm turşusu hazır olur. Qapaq açıldığında həmən tanış qoxu dərhal hiss olunur. Təbii, dərin və biraz da torpaq kimi. Bu qoxu təbiətin öz ətiridir. Bir boş qaba qoyulur, parıltısı, şəffaflığı və təbii rəngi diqqət çəkir. Bir qaşıq dadanda o nə çox duzludur, nə çox turş. Tam balans. Bu mərhələdə biraz elmə nəzər salaq. Təbii fermentasiya nəticəsində yaranan probiotiklər təkcə bağırsaq üçün deyil, ümumilikdə bütün orqanizmin ritmini təmizləyir. Onlar bağırsaqda yaxşı bakteriya mühitini bərpa edir, mədə turşuluğunu normallaşdırır, hətta stres hormonlarını azaldır. Bəli, bu elmi faktordur. Bağırsaq insanın ikinci beyni hesab olunur. Yəni bu bankada sadə kələm əslində zehni balansımızı da qoruyur.
Bir qaşıq kələm turşusunun içində milyonlarla canlı bakteriya var. Hər biri sizin bədəninizdə bir vəzifə daşıyır. Həzm, enerji, müdafiə. Ona görə də gündə bir az kələm turşusu yemək bədəni təmizləmək, enerjini artırmaq və immuniteti gücləndirmək üçün ən təbii yoldur. Turşu hazır olduqdan sonra onu quru və sərin yerdə saxlamaq lazımdır. Əgər uzun müddət saxlamaq istəyirsinizsə, soyuducu ideal məkandır. Orada bakteriyalar yuxuya gedir, amma ölmür. Siz bankanı açanda onlar yenidən oyanır və bədəniniz üçün öz faydalı işini görməyə başlayır. Bəzən insanlar təbii dərman axtarır. Halbuki ən sadə cavab bəzən bir bankanın içində olur. Kələm turşusu nə tabletdir, nə kapsul. Bu min illərin sınağından keçmiş, elmi cəhətdən təsdiqlənmiş canlı qidadır. Kələm turşusu sadəcə bir turşu deyil, səbrin, təbiətin və həyatın birləşməsidir. Təbiətin elmini süfrəyə gətirən kələm turşusunun hər bir qaşığında böyük bir həyat var. Videonu bəyənib kanalımıza abunə olmağı unutmayın. Öz turşu təcrübələrinizi də bizimlə şərhlərdə bölüşün.